Deməli bizim iş yerində belə yandırırlar yeməyi, sonra üstünə təmizləyirlər. Aşpazımız öz yeməyini özü yandırır. Cəmaata belə yemək pişirirsiniz. Üstünə qreçka qoyur. Yox, başqasını da, başqasını. Hə, elə. Özüm o yanmışı yersən. Bəli. Bəli. Bu yeməyin adı nədir? Fransız kimi, nəsə belə. Herkese selam dostlar. Yeni videoma hoş gelmişsiniz. Size kısa kadrlar çekmişim. Onları birleştirip bir video haline getirmişim. Burada ise ben çiğ köfte sipariş eləmişdim ve eve gelene kimi tabii ki çiğ köfte dağılmıştı. Bu hala gelip çatmıştı. Çiğ köftəni mən çok sevirəm. Ama kızım o kadar da sevmedi. Ne oldu, yiyə bilmədin? Это острый. Потом воды попью. Надо bunu şöyle. Sen hoş değilsen? Hoş değil. Ben de hoş değilim. Не буду есть. Peçenem koyayım sana oraya. Niye dökür hala? Большую сторону, а я буду маленькую сторону. Mişka da yemek yiyecek. Bildim. Palina'dan kurtardık, Mişka'ya geçtik. Потом там сошла полицейский, потом когда а что не хочешь на улице? Просто мы испугались с пауки, он быстро бегет, он кусается. Да. Знаешь, как кусает? Вот так. Кровь пьет. 2 dəqiqə çöldə tək qaldılar. Bütün ekstremlər yaşayıblar. И потом Gel. Özünə bax güzgüdə. Orada kim görsən? Kimi? Kimi görsən? Bu kimdir? Cemal. Bir də müəllimə. Ey. Ey. Ne yaparsın orada? Bak. Şimdi beğen. Sen dile bakın. Süper. Dumbara dumbara patum. Dumbara dumbara patapadumbara. Getirip pediküre. Sabina'ya getirip pediküre. Bakım yapacağız. Мантидала, элективна устала. Педикюр, да. Да? Мы сейчас видео снимаем, да? Evet. Эй, что я зубы такое страшное? У меня просто зубы упал. У меня тоже распрещался, как у девочки. Как у девочки. Как у девочки, да. У него 3 зуба упало, 3 зуба упало, 3 зуба упало.
Ах, вот наш, вот наша мама и я. Моя мама. Kvadrat edəsən onda. Ne YouTube'sun? Ne YouTube kanalı değil. А, извините, пожалуйста. Да. Ты же у нас блогер, я забыла. Her yerde kanalım var. Sabina. Bir de ne gidiyor? Чипсы куплю, чипсы. Хочешь чипсы? Нет, я хочу цветы. Gidiyor. Hansın işte bir de ne götür? Yaxşı. Я выбираю. Sağ kızım, bançikin de oldu. Böyle bir gülün de oldu. Gülü 3 manata aldık. Bize geçen kakovka da elədilər. Fileyi de prosto bunu belə tutmaq lazım. İstəyirsən mən tuturum, evə gələndə verim. Ой, Yaxşı, özün tut. Hə Sabina, sevinirsən? Bu yaşa kimi yadıma gəlmir ki, mən mədə sancısı, mədə ağrısı çəkim. Elə bir anım yadıma gəlmir. Amma bu yaxınlarda çox pis mədəm ağrımışdı. Hətta yerimdən dura bilmirdim. 2-3 gün mən tərpənə bilmədim mədəmin sancısından. Eşitdiyimə görə bu mədəyə soyuq dəymə adlanırmış. Həqiqətən çox dözülməz ağrılar idi. Yaxşı ki keçdi və artıq özümü daha yaxşı hiss eləyirəm və heç kimə belə ağrılar arzu etmirəm. Respectfully. Когда ты поднимаешь глаза. Deməli, ayaqqabılarımı yığdım. Öz ayaqqabılarımı bura yığdım. Arkada bu krasovkamda bir də belə ayaqqabıdır. Belə bağlı ayaqqabıdır. Bir də bu hündür ayaqqabılarımdır. Bu ayaqqabıları təzə almışdım. Bundan bunu təzə almışam. Bunlar keçən ildən qalan ayaqqabılarımdır. Düzü, hündür ayaqqabıları çox sevirəm. Məndən olsa hər gün hündür ayaqqabı geyinərəm. Məsəl üçün bunun ayağı çox balacadır, hündür olmağına baxmıram, amma çox rahatdır da. Elə bil ayağımda hündür ayaqqabı yoxdur. Məsəl üçün istəyərəm belə ayaqqabı geyinim hər gün, amma hər gün alınmır da. Elə olur ki, uyğun olmur da ona görə. Burada öz ayaqqabılarımı yığdım. Burada isə uşaqların ayaqqabısıdır. Murada belə bir futbol ayaqqabısı almışdıq ki, futbola qoyarıq. Sonra nəsə qaldı. Burada Muradın ağ ayaqqabısı və qara ayaqqabısı, Sabrina'nın bir ayaqqabıları. Arkada isə damaşniklər dev ayaqqabılardır. Bu cross deyirlər deyəsən buna. Bunu Sabrina'ya keçən almışım. Sabrina'nın ayağı çox balacadır, yəni çox tez böyümür. Bu crossları demək olar hər dəfə yuyuram, təmizləyirəm. Qəşəng gömgöy olur məsələn belə. Rəngi açılır, sonra bir dəfə gedən kimi parka yenə burası belə batır. O xüsusiyyətini heç xoşlamıram çünki tez batır, yəni hər dəfə təmizləmək lazım olur. Deməli 2-3 gündür ki, xaladenikə vitaminin bu sokunu qoymuşam ki, donsun, buz olsun və bunu kəsib buz kimi yeyeyim. Amma buz olmadı. Bax belə basıram, hələ də sudur. Çünki bizim xaladenik Esterdən qalıb və Esterdən qalan xaladeniklər yaxşı deyir əslində. Sadəcə bu qapağı falan yoxdur da. Qapağı qırılıb. Ona görə belə olur. Həmişə donur bunun bu hissəsi. Gəlir hər dəfə bunu təmizləyim, eləyim. Böyle köhnənib də buralar da belədir. Neyse, ev yoxda çıxardım. Yəqin ki bir həftəyə də bu buz olmaz. Deməli,
Telefonum zaryadkada olanda evi biraz yığıştırdım. Polkalar yığıştırdım, uşaqların oyuncaqlarını yığıştırdım. Biraz qoçaq qız oldum. Deməli, bu burada belə bir zürafə var. Yazıq invalid olub uşaqların əlindən, qulağı gözdən gedib və belə bir cırığı var. Təbii ki, bunu tikmək olar, amma gözü bilmirəm hardadır və 50 dəfə yapışdırmışam o gözü. Yəni ki, məncə bunun ömrü bitib bizdən. Gözünü tapsam yenə gözünü də qoyardım. Nəysə, bunları atacağım. Çünki evdə boş-boşuna yer tutur. Uşaqlar heç bu zürafə ilə oynamırlar. Təzə alanda maraqları var idi. Sonra bir də qızımın belə şoçiki var artıq. Balacadır. Deməli, belə bir koftam var. Onu geyinmirəm. Qoyuram belə bir paketəm. Bu zürafə çox maraqlı görsənir. Nəysə. Və bunlar gələcək harasa, bilmirəm, zibil qabına ya da harasa.